Gözəl sözdür bax bu. Deyirdi ki, mərd adam 100 dənə yıxılanın əlindən tutub qaldırar, amma bir dəfə özü yıxılanda heç kəsdən gözləməz gəlib əlindən tutsunlar. Mərd adam. Bu qədər inciliklər var cəmiyyətdə. Ondan küsür, bu bundan küsür. Bir nədəndir bu? Bu bütpərəstlikdəndir, şirkdəndir. İncimək olmaz, bilirsiniz, inciməyin içində şirk var. Sən Allahdan qeyri kimdənsə intizarın olmamalıdır ümumiyyətlə. Eləsə lap yaxşı. İnciməyin hamısını araşdırırsan, adam inciməz var ümumiyyətlə. Uman yerdən küsərlər, umma heç kəsdən ki, küsməyəsən. Gözləntidə olmasın heç kəsdən. Mən buna baxı, əlimin duzu yoxdur. Mən hamıya belə elədim, axırda bir dəfə özüm yıxıldım. Heç bir zərrə gözlən. Mərd adamsansa, yenə sonra özün qalx ayağa, Allahın kimi, yenə başla yıxılanları doğuzmağa təzdən əlindən tutub qaldırma. Buna deyərlər, mərd adamdır.